Bismillah, elhamdülillah, ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme arinal hakka hakkan ve rızgınal ittiba'i ileyh. Arinal batile batilen ve rızgınal ictinabe anh. Ama ba'd. Allah subhanahu ve ta'ala öz kelamında belə buyurur. وَاَعْتَسِمُوا بِحَبْلِ cemi'a. Hamınız birlikdə Allahın ipindən möhkəm yapışın. Və la təfərrəqu və parçalanmayın. Müfəssir, təfsirçi Bağavi Rahimullah ayədə deyilən Allahın ipindən məqsəd bunu təfsir edərkən belə deyir. Elm əhli bu sözün mənasında ixtilaf ediblər. İbn Abbas Allahın ipindən məqsəd Allahın dini qatadır. Və Suddi isə Allahın ipindən məqsəd Quran olduğunu deyiblər. Digər ayətdə Allah subhanahu wa ta'ala belə buyurur. Ati'ullaha və rasuləh. Allaha və onun elçisinə itaat edin. Və la tənaza'u. Bir-birinizlə mübahisə etməyin. Bir-birinizlə ixtilaf etməyin. Fətəfşəlu və təzhəbə rihukum. Yoxsa ruhdan düşər və zəiflərsiniz. Və asbiru, səbir edin. İnnallâhe ma'as-sabirin. Həqiqətən də Allah səbir edənlərlədir. Allah Azze ve Celle bu iki ayətdə müsəlmanları bir-birlərlə ixtilaf etməyi, qadağan etməkdədir. Və bu iki ayətlə xütbəyə başlamağımın səbəbi isə bir nəsihət olaraq olacaqdır ki, Allah Azze ve Celle müsəlmanlara bir-birlərinə ixtilaf etməməyi, qadağan etməsini müsəlmanlara xatırlatmaqdır. Ki, hər il demək olur, hər il Ramazan hilalının görsənməsi və həmçində Ramazan çıxışında Şəvval hilalının görsənməsi barədə müsəlmanlar arasında, bəzi müsəlmanlar arasında ixtilaf olur. Və Allah Azze ve Celle'dən təmənnim budur ki, bu etdiyim xütbəyə bərəkət verib müsəlmanlar arasındakı bu ixtilafı ortadan qaldırmasıdır. Həqiqətən də Allah subhanahu wa ta'ala buna qadirdir. Bildiyimiz kimi Hicri aylarda yeni günün daxil olması, yəni günün dəyişməsi məğrib namazının vaxtının daxil olması ilədir. Məğrib namazının vaxtı daxil olanda gün dəyişir. Və həmçində ayların sayı da Hicri aylarda 29 və ya 30 olur. Və həmçində 29 və yaxud 30 olması da, yəni ay yeni ay dəyişdi, yəni və yaxud yox, yəni 29 gün hasan olur, 30 gün hasan olur. Bunun da təyin olması aynandır. Aynan. Yəni hər Hicri aylarda, necə ki miladi aylarda 12 ay var, həmçinin Hicri aylarda 12 ay var. Və hər ayın da sonunda 29-cu günü bitdikdə məğrib namazından sonra aya baxılır. Ay görsənsə, deməli artıq yeni ay daxil olub. Ay görsənməsə, deməli həminki ay 30 gün davam edir və o 30 gün bitdikdən sonra məğrib namazı daxil olduqdan sonra yeni ay artıq başlanmış olur. Həmçində Şəban Ramazan ayından öncə Şəban ayı gəlir. Yəni bu gün Şəban ayının 27-ci günüdür. Və Şəban ayının 29-cu günü bitdikdən sonra, yəni miladi ilə desək, yəni anlaşılsın deyənə, 17-ci ayın 17-si, yəni fevralın 17-si, 2 gün sonra məğrib namazından sonra aya baxılır.
Əgər ay görsənərsə, deməli artıq Ramazan ayı daxil olub. Yox, ayın 27-si, yəni artıq 29-cu gün məğribdən sonra, artıq 29-cu gündür bitib. Ay görsənməsə, deməli Şəban ayı bu il 30 gün davam edəcək. Sabahsı da, yəni 18-ci günü də Şəban ayının fevralın 18-i deməli Şəban ayının 30-cu gününə düşür və məğrib namazı daxil olduqdan da sonra artıq Ramazan ayının 1-ci gününə keçmiş olur. Və həmçinin də Ramazanın çıxışında 29-cu gün bitdikdən sonra aya baxılır. Ay görsənsə, deməli Şəvval ayının artıq ay dəyişdi. Şəvval ayının 1-ci günüdür. Yox, ay görsənməsə Ramazan ayını 30 gündən tamamlayırıq və məğrib namazından da sonra artıq Şəvval ayının 1-ci günü daxil olur. Bu şəkildə. Elm əhlinin cumhuru, yəni elm əhlinin əksəriyyəti deyir ki, İzə ra'a əhlü bələd əl-hilal fəinnəhu yecibu əs-savmu aləl-cəmi'i mutlaqan. Əgər bir ölkənin əhalisi Ramazan ayının başlama və ya bitmə hilalını görərsə, oruç tutmaq və ya bayram etmək hamıya vacib olur. Əgər bir ölkənin əhalisi hilalı görərsə, ayı görərsə, oruç tutmaq hamıya vacib olur. Yəni, əgər sən yaşadığın ölkədə ay görsənməsə belə, əgər başqa ölkədə ay görünərsə, bu hamı üçün kifayətdir. Bu Hənəfi, Məliki və Həmbəli məzhəbinin rəyidir. Cumhurun bu dəlili isə deməli Allah Rasulü sallallahu əleyhi və səlləmdən rəvayət olunan məşhur hədisdir. Ayı gördükdə oruç tutun olan hədisidir ki, muttafaqun aleyh. Yəni Buxari, Müslimin üzərlərində ittifaq etdiyi hədisdir ki, Əbu Hüreyrədən rəvayət olunur ki, Allah Rasulü sallallahu əleyhi və səlləm belə buyurdu: "Sumu li ru'yatihi." Ramazan ayının hilalını gördükdə oruç tutun. "Və aftiru li ru'yatihi." Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. "Fəin ghubbi aleykum fəəkbilu iddətə şə'bənə sələsinə." Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini 30 olaraq tamamlayın. Bu hədisdə Allah Rasulü sallallahu əleyhi və səlləm bütün müsəlmanlara xitab edir və məkan bölgüsü etmir. Ramazan hilalının görünməsi yalnız adil müsəlmanın, yəni ədalətli müsəlmanın şahidçiliyi ilə keçərlidir. Elm əhlinin cumhuru Ramazan hilalının görsənməsinə bir adil, ədalətli, yəni fasiq olmayan müsəlmanın şahidçiliyini kifayət görüblər. Bu Şəfii məzhəbinin, Həmbəli məzhəbinin və sələfdən bir topluluğun görüşüdür. İbn Qudamə Əl-Məqdisi rahimullah Əl-Muğni adlı məşhur əsərində deyir ki, 3-cü cild 164-cü səhifədə bu Ramazan hilalının ayının görsənməsinə bir adil müsəlmanın şahidçiliyinin yetərli olması Ömər bin Xattab, Əli bin Əbu Talib, Abdullah bin Ömər və Abdullah bin Mübarəkin rəyidir. Yəni, şərt deyil ki, insan yaşadığı ölkədə, yəni hər kəs öz yaşadığı ölkədə ay görməlidir ki, oruç tutması ona vacib olsun. Yəni, sən yaşayırsan Azərbaycanda, Türkiyədə və yaxud ayrı bir ölkədə, başqa ölkədə bir tanıdığın, fasiq olmayan, adil, yəni ədalətli müsəlman tanıyırsansa, o sənə şahidçilik eləyirsə ki, əgər qardaş, gördüm, hilalı, ayı gördüm, sənə vacibdir ki, oruç tutmağın sənə vacibdir. Şərt deyil ki, elə deyəsən ki, mən öz yaşadığım ölkədə ayı görmədim. Bu şərt deyil. Sən əgər, bir daha təkrar edirəm, sən əgər hər hansı bir ölkədə tanıdığın, sən yaşadığın ölkədə yox, başqa ölkədə tanıdığın müsəlman varsa, adil olan, o sənə deyir ki, qardaş, mən ayı gördüm, bu şahidçilik keçərlidir və onu qəbul edib sən də oruç tutmalısan.
həmişi günü gecəni niyyət edib və səhərdən də oruc tutmaq sənə vacib olar. Və müsəlmanların nəsihətim budur ki, Allahdan qorxsunlar. Hər hansı bir statusdan götürüb və yaxud da sosial şəbəkədən götürüb, hər hansı bir Telegram və WhatsApp və yaxud da hər hansı başqa bir sosial saytlardan insanların ağzından götürüb yəni tələsərək Ramazan ayı daxil oldu, hilal göründü və yaxud görünmədi deyərək şəkillər hilalın görünməsinə aid və yaxud da statuslar yazıb paylaşmasınlar. Həmçində bunu da qeyd etmək lazımdır ki, yəni kafirin şahidçiliyi ilə ayın görsəm Ramazan ayının girişinə və yaxud çıxışına bu şahidçilik qəbul edilməz. Kafirin şahidçiliyi keçərli deyil. Yəni baxırsan ki, insanlar hər hansı bir ölkənin, oranın hakimini Allahın hökmünə hökm etmir deyənə təkfir edir. Lakin onların paylaşdığı, onların ayı görməsi ilə paylaşdığı şəkillərin hər il baxırsan ki, statuslarda bəzi müsəlmanlar, bəzi özünü İslama nisbət edənlər paylaşırlar ki, məsəl üçün Saudiyada göründü. Qardaş, sən Saudiyanın hakimini müsəlman görmürsən. Oranı necə olur ki, sən müsəlman görmədiyin bir insanın, yəni onun təyin etdiyi insanların, kafir müamiləsi etdiyin insanların sən şahidçiliyi ilə ayın görünməsinin şəkillərini elə paylaşırsan, güya bu bir dəlildir, o həmişi paylaşılan ay. Qardaş, bu dəlil deyil. Şəriətdə əgər hər hansı bir yerdə özün görmüsənsə və yaxud da hər hansı bir ölkədə özün yaşadığın ölkə olmasa belə müsəlmanın, adil tanıdığın müsəlmanın şahidçiliyini eşidirsənsə ki, şahidçilik etdi iki qardaş, hər hansı bir qardaş, adil qardaş, ay göründü. Bu sənin üçün kifayətdir, amma kafirin şahidçiliyi ilə Ramazan hilalının görsənməsinə hökm verilməz. Bunu da diqqətinizə çatdırmaq istədim. Həmçində yəni mən Mavritaniyadayam və burayla Azərbaycan arasında 4 saat fərq var. Yəni burada təqribən məğrib namazı 8-ə qalmış girir, 12-yə qalmış Azərbaycan saatı ilə desək. Allahın izni ilə. Təqribən Azərbaycan saatı ilə ayın 17-si Azərbaycan saatı ilə 12-də və yaxud da 17-sindən 18-dən keçən gecə saat 1-ə qədər təqribən burada aya baxacam. Əgər görünsə Allahın izni ilə müsəlmanlara, yəni görünsə də, görünməsə də müsəlmanlara Azərbaycan saatı ilə təqribən 1-ə qədər 17-sindən 18-dən keçən gecə 1-ə qədər inşallah xəbər eləyəcəm ki, ay görüldü, yoxsa yox. Allah Azə və Cəllədən diləyim bizi Ramazana çatdırıb və Ramazanı imanla və əcrini Allahdan umaraq keçirərək Ramazanın sonuna bağışlanmış qullardan olaraq çatdırmasıdır. Həqiqətən də Allah Azə və Cəllə buna qadirdir. Subhanəkə Allahumma və bəhəmdik əşhədə və la ilahə illə əntə əstəğfiruke və etûbü ileyk.